Mən istəyirəm ki, uşaqlar mövzusunda, onların ki, o deformasiyaya uğrayır çənələri, bax bu barədə və onların müalicəsi haqqında söhbət açaq. Buyurun, Ergün həkim. Uşaqlarda yaranan diş çənə qüsurları anadan gəlmə və sonradan yaranma olur. Anadan gəlmə patologiyalarda dodaq və damaq yırtıqlarından misal göstərmək olar. Əsasən bunların əksəriyyəti sonradan yaranır. Hə, sonradan. Bəli, sonradan yaranır. Bu sonradan yaranmalardan məsələn uşaqlar uzun müddət barmaq sorma, əmzikdən istifadə eləmək, dodaq dişləmə, qələm dişləmək, yəni pis vərdişlərdən. Uşaqlar yatarkən, baxın, valideynlər biraz diqqətli olsa, bunlar yəni hamısı gözlə görünən qüsurlardır. Məsələn, yatarkən burunla nəfəs ala bilməyən uşaqlar, yəni ağızla nəfəs alan uşaqlarda yuxarı çənədə inkişafdan dayanır. Yuxarı çənə inkişafdan dayanır, ondan nə olur? Aşağı çənə önə doğru hərəkət edir. Deformasiya uğrayır. Bəli, deformasiya uğrayır. Və yaxud da, məsələn, üzü üstə və böyrü üstə yatan uşaqlar əlin üzü ilə yastıq arasına qoyur. Bunlar da, baxın, sutkanın, yəni 24 saatın 8 saatın uşaq yatır. 8 saat üzü üstə və böyrü üstə yatan uşaqlarda aşağı çənədə, əsas hərəkətli çənə aşağı çənədir. Aşağı çənədə deformasiyalar yaranır. Bura uşaqlar yumamaq da, gigiyena qayda da əsas rol oynayır. Yəni, uşaq 2-3 yaşından sonra valideyn nəzarəti altında dişlərini yumalıdır. Niyə 2-3 yaş deyirik? Burada yəni, ağız suyun uşaq tüpürə bilsin. 2-3 yaşdan sonra. Uşaqlar dişlərini yumayanda dişlərdə ərplər yaranır, sonra ərpin altında karies yaranır, damaq xəstəliyi yaranır, sümükdə sorulma gedir. Yəni, gələcəkdə deformasiyaya qədər gedib çıxa bilir. Qidalanma, yəni uşaqlarda qidalanma çox diqqət eləmək lazımdır. Uşaqlar çox vaxt yumşaq, sulu qidalar verirlər. Amma üst çənənin inkişaf eləməsi üçün sərt qidalar yeməlidir. Yəni, uşaq sərt qida, meyvəyə diş vurub yeməlidir, tərəvəzə diş vurub yeməlidir. Sərt qidalar uşaqların üst çənə əzələsini inkişaf elətdirir. Eyni zamanda möhkəmləndirir. Bəli, həm də dişlərdə ərpin qarşısını alır. Ərpin də qarşısını alır. Yəni, sərt qidaya diş vurub yemək. Bəli, ərpin də qarşısını alır. Bundan başqa uşaqlarda dediyim kimi kariesin yaranmamağı üçün valideynlər çox vaxt deyir ki, süd dişidir, bunlar töküləcək, daimi dişlərin əvəz olunacaq. Ona görə çox vaxt səhlənkar yanaşırlar. Amma süd dişləri də daimi dişləri qədər, yəni vacibdir. Onları da qorumaq lazımdır, saxlamaq lazımdır. Daimi dişlər çıxana qədər süd dişlər qorunmalıdır. İtirilmiş, yəni çəkilmiş hər bir süd dişinə doğru, fərq yoxdur, daimi dişin yerinə qonşu dişlər hərəkət edir. O dişlər əyilir, onunla təmasda, kontaktda olan diş uzanır. Yəni, bunun üçün dişi qoruyub saxlamaq lazımdır, çəkilməsin, diş itirilməsin. Bütün bu saydığımız qüsurların hamısını ortodontik aparatlarla müalicə eləyirik. Yəni, bu dəqiqə klinikamızda, yəni müasir avadanlıqlarla biz bunların hamısını eləyirik. Yetər ki, valideyn uşaqları həkim müayinəsinə aparsın. Baxın, klinikamızda müayinələr ödənişsizdir. Müayinə ödənişsizdir. Bəli, müayinə ödənişsizdir. Uşaqlar, valideynlər özlərin, yəni gətirib ödənişsiz müayinə elətdirə bilərlər. Bu demək deyil, gələn kimi valideyn hər hansı bir müalicə tətbiq eləyir. Ən azından sizi maarifləndirir, orada olan qüsur barədə sizə məlumat verir. Bu qüsur gələcəkdə hansı problemlərə qədər gedib çıxır. Ən azından o məlumatları alırsınız. Məlumatlı olurlar da. Bəli, məlumatları alırsınız. Bütün bu qüsurları ortodontik aparatlarla müalicə eləmək olur. Saydığımız qüsurları. Ortodontik aparatlarla qüsurlar, yəni 7 yaşdan 10 yaşa qədər müalicə olunmalıdır. Ağızda qalma müddəti, yəni plastinkalardan söhbət edirik, 6-8 ay çəkir. Yəni 6-8 ay ərzində bütün bu qüsurlar aradan qalxır. Yox, bunlar vaxtında müalicə olunmazsa gələcəkdə çənə əməliyyatı